Mən sabahlarım 10 tamamda İlham Əliyevin yaşadığı evə gedəcəm. O komandir kimi çıxsın qapının ağzına. Təhdid edəcəm, səmimi gedəcəm. Komandir, əsgər olmuşam illərlə. Və evinin bir otağını ver, ev növbəmi verənə qədər İlham Əliyev. Nə qədər İlham Əliyev də bunu İlham Əliyev görmür. 3 milyon insan baxır ha İlham Əliyev. Ne görmüsən sən bunu? Bax bugün mənim kirəm kreditimdir. Sabah kirədir. Nətər sən prezident kimi, komandir kimi sən xoşun gəlir sənin 70 dənə əsgərini intihar edib. Yəni bu balayanın mafyası güclüdür. Yəni Erdoğan'a çağırış edirəm. Erdoğan gəldi getdi Azərbaycana. Dedi mən Türk xalqının arkasına. İndi də Türkiyədə yaşayan soydaşlarımıza səslənirəm. Birbaşa Erdoğan'a çatdırın. Erdoğan xilas eləsin. Bu xalqı burada xilas eləsin. Bu ermənilərin içində. Bizi xilas eləsin. Yəni biz nə deyək qardaş, nə tər olar? Gedə metronun ağzında dilənək eləmi? İlham Əliyev, sənin əsgərlərini piscirə salıblar. Sənin əsgərlərin dilənçi vəziyyətdədir. O ətdən olan yumruğunu dəmir elədik biz. Amma o dəmir yumruğu bizə vururlar. Xalqın pulunla kişi kimi yaşayırsınız da siz. Sizin kişiliğiniz var, sizdə kişilik yoxdur. Ola da bilmər. Kişiliğin varsa deyə qabağıma kişi kimi danışam. Qoy yenə gedim səni qoynum, sən də bu arvadınla qızınla Londonda istirahət elə. O asatirin ye, zəhərin olsun, nə yesen ye. Ye də biz orada olanda sən Atapilə ilə Qırabatlı da isti yerdə yatırdın. Ne demirdin ki? Pakçı da böyle deyil. Pakçı yatmırdı. Gəlin deyən mənlə yat da, mənlə kartof ye, soğan ye. Gəl ye də, mənlə kartof soğan ye. Ne yemisən?